Hər kəs həyatın mənasını xoşbəxtlikdə, uğurda və ya sevgidə axtarır. Amma gəl oyun oynamayaq. Sənə verilən bu 60-70 il bir hədiyyə deyil, sadəcə bir gecikmədir. Biz hamımız bir qəzanın nəticəsiyik və hamımızın tək bir missiyası var: yox olmaq. Həyatın məqsədi xoşbəxtlik, uğur və ya miras qoymaq deyil. Həyatın məqsədi başladığın o mütləq səssizliyə, yəni sona geri dönməkdir. Kainatda hər şey nizamsızlığa və məhvə doğru gedir. Ulduzlar sönür, galaktikalar dağılır, hüceyrələr qocalır. Sənin qurduğun binalar, yazdığın kitablar, çəkdiyin videolar hamısı bir gün toz belə olmayacaq. Biz sadəcə bir finiş xətti gözləyən, amma yolda özünü məqsədim var deyə aldadan qaçışçılarıq. Əslində isə qaçdığımız yer heçlikdir. Bilirəm, indi daxilində bir səs etiraz edir. Bəs mən nə üçün yaşayıram? Bu sualın özü belə bir